Dolça. Günün başlanğıcı sizin üçün bir qədər ağır və yorucu görünə bilər. Səhər saatlarında xüsusilə məişət işləri sizə darıxdırıcı və motivasiyanı azaldan kimi təsir edəcək. Adi halda asanlıqla gördüyünüz işlər belə bugün daha çox vaxt və enerji tələb edə bilər. Diqqətinizi toplamaqda çətinlik çəkə bilərsiniz və bu da xırda səhvlərə yol açacaq. Buna görə özünüzdən çox şey tələb etməyin və işləri tələskənliklə bitirməyə çalışmayın. Bugünün səhəri üçün ən düzgün yanaşma, işləri hissələrə bölmək və addım-addım irəliləməkdir. Hər şeyi eyni anda həll etməyə çalışmaq sizi daha da yoracaq və nəticədə məhsuldarlığınız azalacaq. Əgər yaxınlarınızdan kimsə sizə kömək təklif edərsə, bunu rədd etməyin. Bəzən dəstək qəbul etmək həm vaxtınıza qənaət edir, həm də sizi emosional olaraq rahatladır. Özünüzü tək hiss etməmək üçün ətrafınızdakı insanlarla daha açıq olun. Səhər saatlarında bir qədər səbirli və diqqətli olmaqla günün çətin hissəsini daha rahat keçə bilərsiniz. Kiçik fasilələr vermək, özünüzə qısa istirahət anları yaratmaq da faydalı olacaq. Bu, həm diqqətinizi bərpa edəcək, həm də enerjinizi qorumağa kömək edəcək. Günün ikinci yarısında isə vəziyyət nəzərə çarpacaq dərəcədə dəyişəcək. Əhvalınız yüksələcək, daxili enerjiniz artacaq və işləriniz daha rahat şəkildə irəliləməyə başlayacaq. Səhər sizi yoran məsələlər belə artıq o qədər də çətin görünməyəcək. Siz daha pozitiv düşünəcək və hadisələrə daha nikbin yanaşacaqsınız. Bu vaxt xoş təsadüflər və gözlənilməz sürprizlər də mümkündür. Gözləmədiyiniz bir xəbər, ani bir görüş və ya kiçik bir uğur sizi sevindirə bilər. Bu müsbət hadisələr günün ümumi fonunu dəyişərək sizə əlavə motivasiya verəcək. Ünsiyyət baxımından da günün ikinci yarısı daha uğurlu olacaq. İnsanlarla əlaqə qurmaq, fikir mübadiləsi aparmaq və ya sadəcə xoş söhbətlər etmək sizə yaxşı təsir edəcək. Əgər yeni ideyalar üzərində düşünürsünüzsə, bu vaxt onları bölüşmək və inkişaf etdirmək üçün əlverişlidir. Axşam saatlarında isə günün müsbət enerjisini qorumağa çalışın. Sizi sevindirən fəaliyyətlərlə məşğul olmaq, sevdiyiniz insanlarla vaxt keçirmək və ya sadəcə dincəlmək daxili balansınızı daha da gücləndirəcək. Günün əvvəlindəki çətinlikləri geridə qoyaraq günü daha rahat və məmnun şəkildə başa vuracaqsınız.